Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Azərbaycan ərazisində 9-11-ci əsrlərdə mövcud olmuş feodal dövlətləri haqqındadır. İlk feodal dövlətimiz Şirvanşahlar dövlətidir. Dəyərli yoldaşlar, Şirvanşahlar dövləti 861-ci ildən 1538-ci ilə kimi mövcud olub və Azərbaycan tarixində ən uzun ömürlü feodal dövləti kimi qalmışdır. Deməli, ümumiyyətlə Şirvanşahlar dövlətini yaradan sülalə kimlərdir? Ərəb mənşəlidir. Öncəliklə bildirək ki, ərəb mənşəlidir. Məzyədilər, digər adı Şeybanilər, digər adı Yezidilər kimi tanınır. Yəni, daha çox bu üç addan da istifadə olunur. Tarixə baxarkən Şirvanşahlar dövləti haqqında danışanda deməli, bəzən Məzyədilər deyilir, bəzən Şeybanilər dövləti deyilir, bəzən Yezidilər deyilir, hətta Şamaxıya Yezidiyə də deyilir. Dəyərli yoldaşlar, bu sülalənin, yəni Məzyədilərin deməli, ən görkəmli nümayəndələrindən biri Yezid ibn Məzyəddir. Yezid ibn Məzyəd. Deməli, Yezid ibn Məzyəd Şirvanın birinci rəsmi hakimi təyin olunur. Ərəb xilafəti dövründə Abbasilər tərəfindən təyin olunur. Deməli, Arranda əmirlik yaradır. Bu əmirliyin mərkəzi əvvəlcə Bərdə şəhəri idi. Bərdə şəhəri idi. Yarım müstəqil əmirlik deməli, hesab olunurdu. Yarım müstəqil. Belə ki, onlar deməli, Ərəb xilafətinə vergisini ödəyir, Ərəb xilafətinə tabe edir, amma daxili müstəqilliklərini saxlayırdılar. Məhəmməd ibn Yezid kimdir? Yezidin oğlu Məhəmməd. Onun dövründə əmirliyin iqamətgahı, yəni Arranda yaradılan bu əmirliyin iqamətgahı deməli, Bərdədən Gəncəyə köçürülür. Bərdədən Gəncəyə köçürülür. Bu, deməli, sülalənin nüfuzunu artırır. Söhbət 859-cu ildən gedir. 859-cu ildə, deməli, burada qeyd eləyək bir yerdə 859 iqamətgah Gəncəyə köçürülür və bu Gəncəyə köçürülmə Məzyədilərin nüfuzunu artırır. Daha da möhkəmlənirlər onlar Azərbaycanda. Sonra gəlir Heysam ibn Xalid. Heysam ibn Xalid, deməli, xilafətin zəifləməsindən istifadə edərək xilafətlə əlaqələrini kəsir. Xilafətlə əlaqələrini kəsdikdən sonra 861-ci ildə Şirvanı müstəqil elan edir. Şirvanşahlar dövlətini yaradır və ilk Şirvanşah titulu deməli, əldə edir. İlk dəfə Şirvanşah titulunu qəbul edən Heysam ibn Xaliddir. Heysam ibn Xalidin varisləri haqqında ümumi məlumat verək. Onun varisləri dönəmində Şirvanşahlar dövlətinin sərhədləri möhkəmlənir. İlk paytaxt Şirvanda anbarlar tikilir. Kimlərin dövründə? Heysamın varislərinin dövründə. Sonra gəlir Əbu Tahir, Şirvanşah Əbu Tahir. Şirvanşah Əbu Tahir deməli, dövründə Şirvanşahlar dövlətinin ərazisi genişlənir. Cənubda Kürçayna kimi, şimalda Dərbəndə kimi ərazi genişlənir. 918-ci ildə Şirvanşah Əbu Tahir paytaxtı Şirvandan Şamaxıya köçürür. Şirvandan Şamaxıya. Nə vaxt? 918-ci ildə. Şirvanşah Əbu Tahirin varisləri dönəmi. Şirvanşah Əbu Tahirin varisləri dönəmində 980-ci illərdə, söhbət 981-dən 988-89-cu illərə qədər bir dönəmdən bəhs edir. 980-ci illərdə Qəbələ, Bərdə, Şabran, Şəki, Tabasaran, Sənariyə birləşdirilir Şirvanşahlar dövlətinə və 988-ci ildə Dərbənd birləşdirilir Şirvanşahlar dövlətinə. Dəyərli yoldaşlar, Dərbənd birləşdirildikdən sonra Dərbənd qalası, Dərbənd səddi həmçinin təmir edilir. Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyəti nədən ibarət idi? Bu test sualıdır. Buna diqqət etməniz tövsiyə olunur. 1. Qədim dövlətçilik ənənələri dirçəldi Azərbaycanda Şirvanşahlar dövlətinin yaranması ilə
və şimaldan hücum edən Slavyanların, Alanların hücumlarına qarşı mübarizə asanlaşdı. Yəni dövlət yarandı və dövlət konkret tədbirlər görməyə başladı. Bu deməli Şirvanşahlar dövlətinin şimalından hücum edənlərə qarşı və ticarət mərkəzinə çevrilən şəhərlər Şamaxı, Bakı, Şabran, Dərbənd oldu. Şirvanşahlar dövlətinin yaranmasından sonra bu üç müddəa deməli Şirvanşahlar dövlətinin yaranmasının Azərbaycan tarixində əhəmiyyətidir. İdarəetmə sistemi necə idi Şirvanşahlar dövlətində? İdarəetmə sistemi deməli şah kim idi? Mütləq hakim. Bütün qərarları o verirdi. Dövlətin mütləq hakimi. Şah irsi olaraq şahlıq atadan oğula ötürülürdü. Əgər oğul yox idisə, qardaşa ötürülürdü. Şəhzadə, əlbəttə ki, şahın oğlu hesab olunur və əyalətləri idarə edirdi. Şirvanşahlar dövlətində şahzadə əyalətləri idarə edirdi. Vəzir sarayda xüsusi aparıcı, bəlkə də ən yüksək vəzifə idi. Vəzir inzibati işlərə, maliyyə işlərinə rəhbərlik edirdi. Dəyərli yoldaşlar, Şirvanşahlar dövlətində vəzirlik də irsi idi. Diqqət edin, vəzirlik də irsi idi. Hacib saray işləri ilə məşğul olurdu, saray mərasimləri ilə məşğul olurdu. Bir növ sarayın daxilindəki qayda qanunları tənzimləyirdi. Hacib sözünün mənası xidmətçi, qapıçı deməkdir. Bizim kitabımızda da belə yazılıb. Şirvanşahlar dövlətində ordu, qoşun iki hissəyə ayrılırdı. Birinci hissə şahın xüsusi qvardiyası, ikinci qoşun isə feodalların və vilayət hakimlərinin xüsusi qoşunları idi. Yəni iki qrup qoşun var idi. Şahın qvardiyası və hakimlərin, feodalların özlərinin qoşunları. Amma müharibə vaxtı şahın əmri ilə bunlar hamısı bir araya toplanıb birləşirdi. Çünki ölkədə müharibə başlayıb, kimlərsə hücum eləyib, ona qarşı birləşirdi bu qoşunlar. Qoşunların əsas hissəsini süvarilər təşkil edirdi, atlı dəstələr təşkil edirdi. Müharibə vaxtı bu qoşuna, ümumilikdə hər iki qoşuna bir yerdə ya şah rəhbərlik edirdi, ya da vəliəhd rəhbərlik edirdi. Vəliəhd də şahın özündən sonra şah olacaq təyin etdiyi kimsədir. Adətən bunun oğulları olur. Dəyərli yoldaşlar, Azərbaycan ərazisində 9-11-ci əsr feodal dövlətləri mövzusuna davam edirik. İzləmədə qalın.